Paşinyan 9 may paradına qatılacaq. Səfər təfərrüatları gizlidir. Ermənistanın baş naziri Nikol Paşinyan 9 may faşizm üzərində qələbə günü münasibəti ilə Moskvada keçiriləcək hərbi parad və tədbirlərdə iştirak edəcək. Səfərin detalları açıqlanmasa da, Paşinyanın həmin gün Moskvaya gedib-getməyəcəyi və orada gecələyib-gecələməyəcəyi bəlli deyil. Əvvəlki səfərlərində gecələməyən Paşinyan bu dəfə Kremlə inamı bərpa etmək məqsədi ilə daha əhatəli görüşlər keçirməyi planlaşdırır. Məqalədə onun Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyevlə mümkün təkbətək və üçtərəfli görüşləri də istisna olunmur. Paşinyanın əsas məqsədi Qərbdən istədiyi dəstəyi ala bilmədiyi bir vaxtda Rusiya ilə münasibətləri möhkəmləndirməkdir. Digər tərəfdən, Hraparak nəşri yazır ki, Paşinyan mayın 9-da nə edəcəyinə dair dəqiq qərar verməyib. Qərb onun bu tədbirdə iştirakını sanksiyalarla təhdid etsə də, Rusiya artıq onun səfərini təsdiqləyib və İrəvandan nümayəndələrin parada qatılacağını elan edib. Davam edən təzyiqlər fonunda Paşinyanın komandası da səfərlə bağlı yekun qərar verməyib. Dərin dövlət Trumpın sonunu hazırlayır. Medvedev. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın reytingi dərin dövlətə müqaviməti səbəbindən aşağı düşür. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. O, Birləşmiş Ştatlar Senatının Rusiyaya qarşı növbəti sarsıdıcı sanksiyalar tətbiq etməyə hazırlaşdığını söyləyib. Gəlin görək yeni administrasiya necə cavab verəcək. Trumpın reytingi aşağı düşüb. Dərin dövlət ona sərt müqavimət göstərir. Medvedev bildirib. Qeyd edək ki, hazırda Vaşinqtonda Donald Trumpa qarşı impiçment prosesinin başladılması müzakirə edilir. Qardaş ölkə müharibə ərəfəsindədir. Bakıdan dəstək. Hindistan-Pakistan gərginliyi pik həddə çatıb. Bir terror hadisəsindən başlayan bir gərginlik günü-gündən alovlanmaqda davam edir. Bu fikirləri Milli Məclisin plenar iclasında deputat Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, gərginlik halında olan ölkələrdən biri, yəni Pakistan Azərbaycana qardaş ölkədir. Bu gərginlik Azərbaycanda böyük narahatlıq doğurur. Pakistan Azərbaycana dost, qardaş ölkədir. Hindistan terrorun nəticəsini necə baş verdiyini bilmədən, aydınlaşdırmadan Pakistana qarşı sərt addımlar atır. Pakistana göndərilən suyun kəsilməsi böyük məsələdir. Azərbaycan bütün çətinliklərdə Pakistanın yanındadır. Dəstək verməyə hazırdır. İsrail Azərbaycandan yardım istədi. İsrail bugün Qüds yaxınlığındakı meşə yanğınlarının söndürülməsi üçün 13 ölkədən kömək istəyib. Axaraz EFE agentliyinə istinadən xəbər verir ki, həmin ölkələr arasında Azərbaycan da var. İsrailin Xarici İşlər Naziri Gideon Saar bildirib ki, Azərbaycan, Argentina, Böyük Britaniya, Yunanistan, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Şimali Makedoniya, Fransa, Xorvatiya, Çexiya və İsveçdən olan həmkarları ilə danışıb və onlardan meşə yanğınlarının söndürülməsi üçün havadan dəstək istəyib. Qeyd edək ki, aprelin 30-u səhər saatlarında Qüdsün qərbində meşə yanğınları baş verib.